Mən Dolça bürcündən danışacağım və buradan bəzi insanlara sözüm var. Vaxtı ikən Dolça bürclərin hissləri ilə oynayanlar, qəlbin qıranlar. İndidən deyirəm, gedin Dolça bürcündə olan insanlardan halalçılıq alın. Dolça bürcündə olan insanlar ağam imam əlinin bürcünü daşıyırlar. Dolça bürcündə olan insanların ürəyi qızıl gül kimidir. Çox insan Dolça bürcündə olan insanları uzaqdan soyuq görə bilər. Dolçaların qəlbini ulu tanrı bilir ki, ağlayan insana dolçaların canı yanar. Adi bir heyvanlara belə dolçaların ürəyi yanar. O qədər çox mərhəmətlidir dolçalara, adi bir qarışqanı belə incitməyə bunların ürəkləri gəlmir. Dolça bürcündə olan insanlar hər kəsin yaxşılığını düşünən vəfalı insanlardır. Əslində mən Dolça deyəndə simvolu azadlıqdır, dolçalar çox sıxmaq lazım deyil. Amma mən dolçalara ağ göyərçin qoyardım. Sülhün, təmizliyin simvoludur dolçalar. Dolçalar çox mərd və əyilməz insanlardır. Dolçaları istəməyənlər çoxdur, çünki dolçalar yaltallıq eləməyi bacarmır da. Xarakterləri çox ağır təbiətlidir dolçaların. Dolça bürcündə olan insanlar hər insanı həyatına almaz. Bir insanı sevsə, sadiq, fədakar, əsl dost olarlar sevdiyi insana. Amma güvənməsə, dolçalar sevə bilməz. Vallahi deyirəm, dolçaya bir yaxşılıq elə, əvəzində sənə 100 qat yaxşılıq edər dolça bürcündə olan insanlar. Və dolçaya pislik etsən, sənə pislik etməz. Pisliklə cavab verməz, dönüb arxasın gedər. Amma dolçaların güclü, energetikası, vallahi deyirəm, səni məhv edər. Dolça bürcündə olan insanlar 4 fəsil kimidir. Kim nəyə layiqdirsə, onu da verir. Əgər bir dolçanın qəlbində yol tapmısansa, çalış o yoldan kənara çıxma. Bir dolçanın qəlbinə yol tapmaq hasad deyil. Dolçalar, o imanlı ürəyinizə qurban olaram. Allah sizi xoşbəxt eləsin.